Son illər təhsil işçilərinə göstərilən diqqət və qayğı, həyata keçirilən sosial layihələr və ardıcıl islahatlar böyük məmnunluqla qarşılanır. Hazırda Qazax, Tovuz və Ağstafa rayon komitələrinin 100-ə yaxın İlk Həmkarlar İttifaqı sədrlərinin ailə üzvləri ilə birlikdə istirahəti təmin edilir. Təhsil işçilərinin istirahəti Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Abşeron, Buzovna, Şıx və Miraz sanatoriya və kurort mərkəzlərində təşkil olunub. Təhsil işçiləri ilə həm söhbət olub, onlara yaradılan şəraitlə yaxından tanış olduq. Təəssüratlarımız çox gözəldir. Təyamlarımız, yeməklərimiz, prosedurlardan istifadə edirik. Çox gözəl qarşılanma oldu. Gülər yüz personal var. Çox xoşuma gəldi. Çox gözəl hər istirahətimiz, prosedurlar hər biri ürəyimizcədir. Düzdür, getmək istəmirik. Havada çox xoşdur, münasibət də çox xoşdur. Hər kəsdən çox razıyıq. Çox gözəl dincəlirik, istirahət edirik. Həm sağlamlığımızı müayinə edirlər. Bizə yaradılan şəraitə görə bunu təşkil edənlərə, burada zəhməti keçən hər bir kəsə öz təşəkkürümüzü bildiririk. Qeyd edək ki, ötən il 30 mindən çox təhsil işçisi ailə üzvləri ilə birgə EAHİK.az elektron rezervasiya sistemi vasitəsilə qeydiyyatdan keçərək istirahət imkanından yararlanıb. Bu cür layihələr ardıcıl və davamlı şəkildə Respublikanın digər ucqar rayonlarında fəaliyyət göstərən təhsil işçiləri üçün də nəzərdə tutulub. Son illər təhsil işçilərinə göstərilən diqqət və qayğı, həyata keçirilən sosial layihələr və ardıcıl islahatlar böyük məmnunluqla qarşılanır. Hazırda Qazax, Tovuz və Ağstafa rayon komitələrinin 100-ə yaxın İlk Həmkarlar İttifaqı sədrlərinin ailə üzvləri ilə birlikdə istirahəti təmin edilir. Təhsil işçilərinin istirahəti Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Abşeron, Buzovna, Şıx və Miraz sanatoriya və kurort mərkəzlərində təşkil olunub. Təhsil işçiləri ilə həm söhbət olub, onlara yaradılan şəraitlə yaxından tanış olduq. Təəssüratlarımız çox gözəldir. Təyamlarımız, yeməklərimiz, prosedurlardan istifadə edirik. Çox gözəl qarşılanma oldu. Gülər yüz personal var. Çox xoşuma gəldi. Çox gözəl hər istirahətimiz, prosedurlar hər biri ürəyimizcədir. Düzdür, getmək istəmirik. Havada çox xoşdur, münasibət də çox xoşdur. Hər kəsdən çox razıyıq. Çox gözəl dincəlirik, istirahət edirik. Həm sağlamlığımızı müayinə edirlər. Bizə yaradılan şəraitə görə bunu təşkil edənlərə, burada zəhməti keçən hər bir kəsə öz təşəkkürümüzü bildiririk. Qeyd edək ki, ötən il 30 mindən çox təhsil işçisi ailə üzvləri ilə birgə EAHİK.az elektron rezervasiya sistemi vasitəsilə qeydiyyatdan keçərək istirahət imkanından yararlanıb. Bu cür layihələr ardıcıl və davamlı şəkildə Respublikanın digər ucqar rayonlarında fəaliyyət göstərən təhsil işçiləri üçün də nəzərdə tutulub.